Xoş gəlmisiniz qızlar. Hazırlaşdım, gedirəm kursa. Burada sizə günəş işığında makyajımın necə durduğunu göstərirəm. Bundan öncəki videomda söhbətli makyaj videosunda etdiyim makyajdır. Kursa gəlib çatdım. Görün Kamil şef tərəvəzlərdə necə gözəl dekorlar hazırlayıb. Bu gün də bizə Mahirə şef plov Şüştəpə Xuzistan mətbəxinin yeməyini hazırlayacaq. Şef burada plovun üstü üçün əti xırda-xırda doğrayacaq. Daha sonra biz bunu ət maşınından keçirdəcəyik. Həmçinin 2 dənə soğan da soyub, doğrayıb ət maşınından keçirdəcəyik ətlə bir yerdə. Burada da şef ətlə soğanın üzərinə ədviyyatlarını tökür, qarışdırır. Bizdən öncəki dərsdə stalislə salat keçilmişdi. Ondan əlavə qalan kartoşka və kök qalmışdı. Biz də istədik ki, onunla ayrıca bir resept yemək hazırlayaq. Burada şef deyir ki, bu kartoşka çox əzilib, çox pişib. Ona görə də bundan salat eləmək olmayacaq. Başqa cür yemək hazırlayaq. Görürsən ki, məsələn var produktun. Onu sən yararlanmalısan. Məsələn biz bundan indi məsələn bir tava, biz bundan Sonra ayrıca bir salat eləmək qərarına gəldik. Burada xırda uzun-uzun doğranmış kələmə, limon suyu sıxıb qəşəng bir yerdə qarışdırırıq. Amma siz özünüz bilirsiniz ki, mən mayonezə yemirəm. Ümumiyyətlə mənim repertuarımda belə deyə də mayonez yoxdur. Çox. Mahirə şefimiz salatlarında mayonezə üstünlük vermir, deyir ki, çox ziyanlıdır. Ona görə də başqa soslardan istifadə etməyimizi məsləhət görür. Burada da plov üçün qaragöz lobyanı üstünə qoymuşuq pişməyə. Salata, kök, pomidor, turşu, xiyar, bibər və kələmi xırda-xırda doğrayıb limon suyunda qarışdırdıq. Üzərinə isə sweet chili sosu, soya sosu, əlimizdə olan sosları qarışdırıb salata tökürük və beləcə qəşəng salat olur. Mən də burada mozzarella pendirini sürtgəzdən keçirdirəm. Çünki qıraqda olan kök və kartoşkanı biz yağda qovurub pişirdikdən sonra üzərinə yumurta vurduq və mozzarellanı da üzərinə vuraraq belə tufovkada qoyduq pişməyə. Plovun da qıyması hazırdır. Artıq burada yeməyi yeyirik. Çox qəşəng və çox dadlı idi. Bu biraz qarışıq vlog olduğu üçün harda nə etmişəmsə, hara getmişəmsə sizin üçün çəkmişəm. Burada San Sebastianla çay içirəm. Mənim ən sevdiyim şirniyyatlardan biri də San Sebastiandır. Mən harda arzum, Olivia Real Beauty görsəm mütləq ora girirəm. Bu güllərin gözəlliyinə baxın, çox qəşəngdilər. Daha sonra 28 mola girdik. Buradan da dedik belə bir kofe götürək. Bu arada McDonald's-dan südlü kofe içməmisinizsə mütləq için. Çox gözəl və çox dadlıdır. Amma cappuccino'nu heç bəyənmədik. O qəşəng deyil idi. Təbii ki də Ali və Nino'ya da girdim. İlhan İlahdının bütün kitablarını çox sevirəm. Çoxsunu da oxumuşam. Möhtəşəm bir yazardır. Ondan sonra əgər Abaddon kitabını oxumamısınızsa mütləq oxuyun. Çox maraqlı kitabdır. Daha sonra Kiko'ya girdim. Mənə çox maraqlı gəlir ki, niyə sadəcə Kiko'nun qlosları məşhurdur? Məncə Kiko'nun qlosundansa başqa ürünlərini gördüm, çox möhtəşəm idi. Əsasən də bu gözüstü paletlərinin rənginə baxın. Düzdür, qiyməti biraz bahadır, amma marka sevirsinizsə ala bilərsiniz. Olivia'ya da girməsəm olmazdı. Mən Nastita'nın sponcunu istəyirdim almaq. Düşündüm ki, Nastita markası sadəcə Olivia'da ola bilər. Nastita'nın hətta fırçaları da var idi. Mən Nastita'nın sponcunu da fırçasını da çox sevirəm, əsasən də bu fırçası. Bugün bizi iftar süfrəsinə çağırıb, indi ora gedirik. Yol üstü Araz marketə də girdik. Burada bir şeylər aldıq. Bir də qızlar endirimdə belə bir şirniyyat var idi. Çox qəşəng görsənirdi. Bibim bizim üçün qəşəng kələm dolması pişirmişdi. Qızlar şirniyyatın dadına baxdım, çox dadlı idi. Amma moruqlusu daha qəşəngdir şaftalısındansa. Siz də alıb yoxlayın mütləq. Yeməkdən sonra biz kuzenlərlə təbii ki də həmişə bir araya gələndə unu oynayırıq. Biraz da unu oynadıq. Günlər su kimi axır gedir. Burada isə su çərşənbəsidir. Böyük ehtimalla mən bu videonu paylaşanda artıq o çərşənbəsinə yaxınlaşmış olacağıq. Biz çox vaxt bayramlarda, çərşənbələrdə belə xonca tutub nənəmgilə gedirik. Hamımız orada yığışırıq. Nənəm də bizim üçün qəşəng süfrə hazırlayır. Barney'nin də ən sevimli oyuncağı ayağımızdakı olan şəpiti qaçırdıb oynamasıdır. Burada da sizə kombinimi göstərirəm. Hər güzgü görəndə mən. Çiçeğim mənim, o senin toyuğum mənim, balacı toyuğum ne mənim. Qızlar, mən aşı daha çox toyuqla sevirəm. Bəs siz necə sevirsiniz?
Qızlar, bugün tomatlı makaron eləyəcəm. Mən makaronu çox sevirəm. Hər cürəsini bəyənirəm, hər cürəsini sevirəm. İndi də biraz duz tökəcəm. Suyuna duz tökməmişdim. Mən normalda suyuna 3 və ya 4 qaşıq çay qaşığı duz tökürəm. Belə kifayət olur. Təbii ki, duzun markasından da asılıdır. Çünki hər duzun markası fərqli olur. Mən 3-4 qaşıq tökürəm, sonra belə qarışdırıram. Qapağını da indi bağlayıram. Mən qapağını tam bağlamıram. Qazın da xodunu az eləyirəm. Bam xodda. Qapağı da yarımçıq açıq belə bu formada bişirirəm. Normalda mən ən çox elədiyim makaron çeşidi qaymaqlı, göbələkli, bir də tomatlı olur. Bu səfər isə sadəcə tomat eləmək istədim. Ancaq tomatla da eləmək istəmədim. Dedim heç olmasa bir dənə soğan da vurum. Normalda mən makarona soğan vurmuram. Əsasən də qaymaqlıya. Məncə dadını dəyişir. Amma tomatlı makarona indi soğan vurmaq istədim. Soğanın indi qabığını soyum. Şu an çox qəribə bir açıdayam. Qazanın üstünə qoymuşam sizi. Bizdə belə soğan çəkmə aparatı var. Mən soğanı belə 3-4 yerə ayırıram. Bura tökürəm. Çox can rahatlığıdır. Mən həmişə makaronun soslarını çərə yağı ilə eləyirəm. Sadəcə çərə yağını eləyəndən sonra o zaman 1-2 saat sonra makaronun üzərindəki o sos akışqan olmur. Bərkiyir. Çərə yağını bilirsiniz ki, bərkiyir, qalır. Baxın, belə xırda elədim. Ona görə də bugün dedim ki, duru yağla istifadə eləyim. Düzdür, çərə yağı ilə dadı daha gözəl, daha dadlı olur. Amma ki, sosun akışqan olmağını istəyirəm. Ona görə duru yağla eləyəcəm. Makaronumuz burada pişir. Tavanı da belə ayırmışam. İndi finaldan duru yağını tökəcəm. Qazın altını yandırdım. Yağ isinsin, birazdan soğanı tökəcəm. Soğanları da tökdüm, biraz qovrulsun. Qızlar, biraz soğan qovruldu. Tomatı da tökdüm ki, tomatla bir yerdə qovrulsun, biraz da çox da yanmasın soğan. Qızlar, artıq qovrulmağa başlayır. Ay, buxardan görə bilmirsiniz. Makaron bu arada hazırdır. Mən belə bir qaşıqla tökəcəm suyu ora. Siz istəsəniz çömçəklə də tökə bilərsiniz və yaxud da stəkanla. Bu formada makaronu götürmədən bu formada tökürük. Sizə nə qədər yetərlidirsə, o qədər tökün. Mən təxmini 5-6 bu qaşıqla tökəcəm. O da harca gəlir, yarım stəkan eləyir. Qızlar, artıq hazırdır. Tomatla makaronu bir-birinə qarışdırdım. Bu formada qazanda 2-3 dəqiqə saxlayıram ki, dadı bir-birinə keçsin. Burada isə kurs günüm idi. Kollektiv olaraq şeflər, tələbələr, hər kəs əlimizdən gələn köməkliyi elədik. Maddi və mənəvi olaraq bir-birimizi dəstəkləyərək qəşəng iftar süfrəsi hazırladıq. Çeşid-çeşid şirniyyatlar, yeməklər, meyvə tabaqları, çörəklər, halva, hər şey var idi. Əlimizdən gələni hər şey elədik ki, kollektiv şəkildə iftar süfrəsini bir yerdə açaq. Burada Kamil şef isə bizə qəşəng meyvə sunumu elədi. Azan verildi, hər kəs orucunu açdı. Allah hər kəsin orucunu qəbul etsin. Necəyəm qızlar? İndi yemək yeyirəm, birazdan çıxacam. Hara gedirik? 28-də teatra gedirik. Orada bir film var, ona baxacağıq. Orada 28 molda girəcəyik, təbii ki də. Girdiyim mağazaları göstərəcəm sizə. Teatrdan çıxdıq, 28 mola gəldik qızlarla bir yerdə. Bu mağazada Koreya bakım məhsullarını satırlar. Ali və Ninoya girdik. Burada görünmək tapdım. Tofita, uşaqlığımızın tofitası. Bunu çox yerdə satmırlar. Ali və Ninoda görən kimi həmən kapdım. Bir neçə dənə kosmetika mağazasına girdim, amma sizə çəkə bilmədim. Dedim rahat oturum, sizə hamısını göstərim. Dry'ın bu dezodorantı Arzumda 8 manat 90 qəpiyə düşmüşdü. Bunu da aldım. Hər kosmetika mağazasına girəndə bu kağız maskalardan alıram. Bu markanın serumları və maskalarının tərkibində mikro iynələr var. Bir onu denemək istədim. Farmistey'in də həmçinin bu quş üzümlü maskasından aldım. Bir də mənim dərim həssas olduğu üçün Farmistey'in Sika maskasını aldım. Bu maskaları Amira parfüm kosmetik mağazasından almışam. Nəhayət ki, bu tanalı tapdım. Çox yerdə var idi. Sadəcə mənim istədiyim 02 nömrəsi yox idi. Bunu da Amira kosmetikdən tapdım, aldım. Qiyməti isə 18 manat idi. Bu tananiyə mən ayrıca shorts videosu da çəkmişəm. Əgər izləməmisinizsə bu videodan sonra gedin bunun shortsunu izləyin.
Mən çalışıram ki, hər dəfə başqa məkanlar, fərqli-fərqli yeməklər yeyim. Heç vaxt Papa John's-da mən yemək yeməmişdim. Burada isə böyük cütlük seti var idi. Bu pizzanın dadı o qədər dadlı idi. Daha doğrusu pizza getmir, Papadias gedir adı. Set formasındaydı, 18 manat idi. Bunun həmçinin seçənəkləri də var. İstəsəniz toyuqlu, kalbasalı və ətli deyirsiniz. Mən ətli olanı dedim və dadını da çox bəyəndim. Üzümdən də bəlli olur. Qızlar, videom buraya qədərdir. Əgər videomu bəyəndinizsə, bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Öpdüm sizə. Hələlik.